ağrı gələndə, ağrını hiss eləyəndə elə də nə ya Rəbbim, mən harda nə qələt eləmişəm, mən bağışladım. Deyirəm Ema xanım. İnanırsınız, ayaq üstə dura bilmirəm. Belə insana sümük saxlayır da ayaq üstə. Elə bir ki, belə o elə valla bəzən belə başqa şeylər də gəlir fikrimə, deyirəm ay Allah, onu da qəlbimdə elə bilirəm ki, Nə elə gəlirsə o adamları sənə başa Rəbdən düşürəm. gəlir, onun hamısını itiraf el. Bağışlanma dilim. Haqq məhkəməsidir də, ürəyim. Deyir, Elə bir Ema xanım, anlamadığınız, bilmədiyiniz sözlər barədə mühakimə etməyin, müzakirə etməyin. Hər biriniz hökm günü, artıq hökm günündə anlardı, görmürsən. Haqq məhkəməsində hökmüdar Allahın huzurunda olacaqsın. O qəlbinə nə gəlirsə, o səndən gəlmir. Artıq onu sənə Allah bəyan eləyir ki, yəni burada səhvin var, burada səhvin var, burada səhvin var. Mən hələ də hesab verirəm, mən də hesab verirəm. bəli. Hər addımda deyirəm, ya Rəbbim, bəlkə hardasa yadımdan çıxıb, bəlkə də hardasa qınamışam, bəlkə də hardasa lağ etmişəm, bəlkə də hardasa qəbullanmamışam, məni bağışla. Hər addımda bu, mən bu dəqiqə dilimdə daha çoxdur, kim öncədən. Şükür məsləhətinə. Doğrudan da Ema xanım, biz elə qiyamətin içindəyik. Bəli. Valla. Biz gözləyirdik ki, güya yer kürəsi dağılacaq, nəsə bir tufan. O elə deyilmiş. Doğrudan da qiyamətin içindəyik biz.